demək olar ki 99% olmasa 95% yayıncıya gəlməyib. Eşidirsən məni? Gəlməyib. Amma ortalıqda baxsan, mənim nə evim yoxdur, nə altımda maşınım yoxdur. Onu biz bilə bilmərik ki, bəlkə sən qumar oynayırsan, bəlkə sən kayf eləyənsən Yox, qulaq as. Mən bəlkə sən gedib o sevincə xərcləyirsən, biz oradan bilərik. qulaq as. Mən heç bir qıza bu platformada pul xərcləməmişəm. Onu biz bilərik. Namaz qılansan? Əlhəmdülillah. Namaz əhlisən? Əlhəmdülillah. Yox, əlhəmdülillah. Namaz əhlisən? Bəli. Və pozğun birinə niyə pek eləyirsən? Namaz əhli olan naməhrəmlə heç danışmaz. Qulaq as. Ümumiyyətcə, əgər dinin dərinliklərinə gedəndə çox şey olmaz. Da olmasa eləməməli çünki belə bir şey. Çox şey olmaz. İndi bir söz deyim də sənə. Bax, mənə bir dənə sual verərlər ki, Ziver sual verər ki, qardaş, bu qədər sənə jeton gəlib, sən nə eləmirsən? Bax, sən fikirləşirsən ki, insansan da fikirləşə bilərsən. Arif... Vallahi fikirləşmirəm, jetonu fikirləşmirəm heç vaxt. Yox, jetonu demirəm, pulu deyirsən də, misal. Heç onu da fikirləşmirəm. Qulaq as. Bizim məqsədimiz burada nə puldur, nə izləyicidir, heç bir şey də deyil. Bildim, yox, səmərəli şeylərdən danışdın, Mənə gələn jeton da bu platformada 95%-nə gəlmir. Amma günün bugünkü gündə deyirsən, bəlkə sən qumarı xərcləmirsən, bəlkə hansı qıza xərcləmirsən. Mən sübut və vədləri ilə Ziverə ataram. Mən haralara xərcləmişəm. Arif, eləmə. Bax, qardaş, qulaq as. Mən əgər xərclədiyim pulları sən bilsən ki, mən hara xərcləmişəm, sənin fikrin tamamilə dəyişər. Bax, sənin bu günləri ki, sən bunu izah edin, bunu da başa düş. Sənin bu günləri 10 mində birinə kömək eləməyin. Bu Nə günlər... bilirsən onda biridir? Nə bilirsən onda mində biridir? Yox, bax, 50 min kömək eləmişsən, tutaq ki, lap belə 90%-dir. Aha. Bu günləri 20 manat qazanıb, 50 qəpik limon satana artıq pul verəndən az yardım eləmək və dəlalət edir. Mən sənə bunu ispat edirəm. O çünki soyuqda oturur orada limon satır. Öz 10 manatından 50 qəpik keçir. Sənsə isti peçin, isti otağında, qıraqda belə çayı içib, sigaretini çəkib qazanmısan. Oradan sən 100 min dollar da xeyir versən, o 50 qəpiklə eyni bərabərdədir, hətta biraz azdır. Mən Eləməyənlər yoxdur. Eləməyənlər də var. Gəlirivin sübutu mənə lazım deyil. İzləyici lazım deyil. Heç biri lazım deyil. Mənim tək məqsədim insanlara, gənc nəsilə pis örnək olmamaqdır. Başqa heç bir sizlə işimiz yox. Vardı getdi də, mən pis örnək problemimiz yoxdur. Pozğun adamları boşuyub, mən bax, onunla cəzadan oynayacam, axşam iş saati qurmuş sözdə. Onda filan kəslə cəzalı oynamaq. Bu cəza nədir? Mənim atam bu günləri mən uşaq olanda görsəydim ki, TikTokda ağzına yumurta salır. And olsun Allaha, dərk eləyəndə atalıqdan silərdim. Mən görsəydim ki, atam Targovda uduzluğuna görə göbək rəqsi oynayır. İndicə biz fikir verək, bizim atamız istəyərdi ki, Polad Əşimov kimi olsun, yoxsa Arif Bakinski kimi olsun. Adını qoymuşsan Bakinski, heç bir Bakılı adam. Bizim Bakıda bizə nə qədəşlərimiz olur, mən indi Bakılı zat deyirəm. Təsbeyi adamlar var ki, onun oğlanlığından üstün olur. Təsbeyi. Təsbeyinin ağırlığı oğlanların beşindən ağırlığı. Xalq məhkəməsinə gəlib, söz də demək, özü bir kişiliyi istəyir, mərdliyi istəyir. Arif özündə o mərdliyi tapıb gəlib, halal olsun Arifə. Qoymusan Bakinski, cəza eləyəndə başıva yumurta qırsın. Halal olsun Arifə, o mərdliyi tapıb gəlib. Hansı Bakılı kişi? Bana da varsa mərddilərsə gəlsinlər. Gəlsinlər, heç TikTok olmayıb. Məhəllədə oyun oynayıblar, təsəvvür elə. Bizim babalarımızda indi Bakıda yaşayan bizim qədəşlərimiz. Məhəllədə oturublar belə eləyiblər. Gəl uzağa daş atdı oynayaq. Kimin daşı az getdi, dalına ağac salır. Belə oyunlarla oynayıblar o. Belə bir şeylər eləyiblər. İndi sən bir söz deyim də. Yupqa genib rəqs eləyəcəm. Belə yaşamamışam. Bax, sənin dediyin cəzaların heç birini eləməmişəm. Mən eləməmişəm. Bax, Ziver bir dəfə mənim cəzalı oyunuma girdi, komment yazmışdı aşağıda. O qorxu evi teması var idi, yadımda. Sonra şəxsən. Qayıtdı dedi ki, Arif halal olsun. Yəni, maraqlı şeylər. Yəni, Arif, Uduzanda basenə tullanmısan? Bu yaxında, hə? Uduzanda basenə tullanmısan? Uduzanda basenə tullanmısan deyəndə ki, Uduzanda basenə tullanmayı parodiya eləmişəm. Arif, yox. Hansı cəzalarımın birini say da mənə? Bax, qardaş, mən cəzalı oyun uduzmuşam. O bir dənə bərbər var, Onu keçdik. Bir dənə normal cəzalı oyunu bir dənə. Normal cəzalı oyun deyim sənə. Bir dənə cəzalı oyunum olub. Demişəm ki, uduzan şəxs hansısa bir kasıbı... Onu qoy. Qulaq as. Yox, qulaq as. Cəza var, misal üçün. Cəza deyirəm də sənə. Yumurta qırmaq, başva su tökmək. Bax, deyim də sənə. Qorxulu ev olub.
hansısa bir kinodan Meşribadın parodiyası olub, hansısa bir kinodan çox vaxt mənim cəzalarım kinolarda olmur. Ziver görür hamısını. Mənim cəzalarım kinolardandır, fraqmentlərdir, onları parodiya edirik. Ən çoxu. Qaldı misal üçün, arada da belə bir fikirləşdik ki, uduzan hansısa bir kasıbı, hansısa bir bomboş günündə olan insanı şəhərin içindən tapsın, götürsün, saçını qıxdırsın, geyindirsin, keçindirsin. O cəzanı Azərbaycanda heç kim eləməyib. Mən eləmişəm. Hətta rəqib uduzub, Əli, rəqib uduzub. Demişəm ki, rəqib uduzubsa o cəzanı eləsin, mən udu o cəzanı fəxrlə eləyərəm. Bir nəfər tapdıq, üstü başından tutmuş, geyimindən tutmuş, bərbərindən tutmuş, ayaqqabısından tutmuş, hamısını elədik. Örnək istəyirsən, bunu da eləmişəm. Yəni, o ki qaldı, kimisə makyaj eləmək, kimisə nə bilim, başında yumurta qırmaq, mənim elə cəzamı gör. Mən kinolardan eləmişəm. Misal üçün, Titanic kinosunu parodiya kimi canlandırmışam. Mən üzr istəyirəm. Nasırov igidimiz tutulmamışdan qabaq babaşı uduzub ağzına yumurta salmışdı. Ağzına yumurta salmışdı. Hərənin öz yaşayışı var da. İndi qulaq as. Pek eləmirsən də sən də ona. Mən başqa şey deyirəm. Səni heç görməyəcəm. Tez də get. Mən nə demək istəyirəm? Bax, bu günlər bir adam uduzduğunu elə cəza eləyəndə, təsəvvür elə. Bax, təsəvvür elə, iki Azərbaycanı pek eləyir. Aha. Biri deyir ki, ağzına yumurta salmaqdandır cəza uduzan. Misal çəkirəm deyim. Hə. Bizim düşmənlərimiz olub da, ad çəkmirəm. Deyirsən də düşmənlərimiz. Pərviz Vahabla Düşmən. Əks tərəf var.